Salam, mən Mahmudova Əfsanə. Data Clone Akademi tərəfindən təşkil olunan bu podkastın məqsədi sizi IT sahəsində maarifləndirmək və mütəxəssisləri dəvət edərək sizin sualları cavablandırmaqdır. Bugünkü mövzumuz son zamanlarda gündəmdə olan və gənclərin yeni ixtisaslaşmaya doğru getmək istədiyi data analitikadır. Bu mövzu üzrə həmsöhbətimiz dövlət qurumunda işləyən SQL developer Atabəy Abbasovdur. Atabəy, xoş gördük. Salam, xoş gördük hər birinizi. Data analitika nədir və gündəlik həyatımızda harda qarşılaşırıq? Data analitika, belə deyək, məlumatların toplanması, araşdırılması və onların təhlilinə əsaslanır. Burada məlumatları təkcə toplamaq, yəni yadda saxlamaq deyil, eyni zamanda onlardan uğurlu qərarlar verməkdir. Burada da əsas məqsəd belə deyək, həmin nəticə, yəni verilən datalardan müəyyən uğurlu qərarların çıxardılmasıdır. Biz real həyatımızda, yəni özümüz də bilmədən data yaradırıq. Yəni necə? Gündəlik məsələn istifadə etdiyimiz musiqi platformalardır, hansı ki bizim baxdığımız Netflix-dir, filmlərdir. Yəni biz onlara baxırıq, o belə deyək, həmin çərçivədə bizə müəyyən təkliflər sunur. Hansı ki, məsələn, Spotify-dan istifadə edirik, həmin bizim qulaq asdığımız, dinlədiyimiz musiqi əsasən bizə playlist hazırlayır, onlar bizə təklif edir və yaxud hər hansı bir yolda gedəndə istifadə etdiyimiz naviqasiya proqramlarının özü belə, yəni bizə müəyyən getdiyimiz trayektoriyaya uyğun, belə deyim, data hazırlayır. Hansı ki, biz gündəlik ondan istifadə edirik. Proqram baxanda bizə seçimlər göstərir ki, müəyyən seçimlər var. Artıq o özündə müəyyən bir data yaradıb. Atabəy, data analitik ilə data scientist arasındakı fərq nədir? Data science, data analitik indiki belə deyim, mövcud məlumatları analiz edir və onları izah edir. Data science amma keçmiş və indikiyə baxır, gələcəyi proqnozlaşdırır və belə deyim, problemli məsələlərin həllinə yönəlik bir qərar qəbul edir. Hər ikisi data ilə işləyir olmağına. Amma data science keçmişə baxır, keçmiş indiki vəziyyətə baxıb müəyyən strateji qərarlar tətbiq eləyir. Yəni rəhbərliyə sunur. Amma data analitik sırf fokuslandığı, belə deyim, qərarlar, gündəlik qərarlar, cari qərarlara fokuslanır, ona uyğun məlumat verir. Hansı şirkətlərdə tələbat daha çoxdur bu sahəyə? Demək olar ki, yəni məlumat olan bütün şirkətlərdə analitikə ehtiyac var, hər bir şirkətdə. Yəni bunlar da misal olaraq bank sektorlarıdır, mağaza şəbəkələridir, sığorta şirkətləri ola bilər. Bunlarda belə deyək, məsələn deyirəm, bank üzərindən götürək. Bank öz müştərisinə nəzarət edir, xərclərə nəzarət edir, ona müəyyən kreditlər təklif edir. Eyni zamanda hansısa bir mağaza şəbəkəsi müəyyən satışlara nəzarət edir və hansı belə deyim, endirim strategiyası qurur. Yəni bunun üzərindən gedir. Belə deyək ki, çox şirkət data analitika axtarışında olur. Ay sağ ol. Yəni hansı sahədəki data var, yəni hansı şirkətdəki data var, o analitika axtarır bir sözlə. Çox güman ki, biznesin əsas hissəsidir, düzdür? Bəli. Səncə hansı alətlər data analitikanın əsas silahlarıdır? Belə deyək, data analitik olmaq üçün istifadə edəcəyimiz toollar, yəni tool deyəndə alətləri nəzərdə tuturam. Bunlar hansı ki SQL-dir, Excel-dir, Power BI-dir, Tableau-dur, Python-dur, R-dır. Bunları da belə deyim, əsas, yəni izah edeyim hamısını bir-bir. SQL məlumat bazasından bizə lazım olan xam data, yəni məlumatlar çəkmək üçün istifadə olunur. Hansı ki bu çəkdiyimiz məlumatları biz Excel-ə atıb müəyyən filtrləmə əməliyyatları edirik. Yəni belə deyim, təmizləmə prosesi gedir. Və təmizlədiyimiz məlumatı biz Power BI-də və yaxud Tableau-da qrafiklər və yaxud vizuallaşdırma alətlərindən istifadə edib belə interaktiv reportlar hazırlayırıq. Eyni zamanda Python və R-da da bunlardan belə deyim, proqnozun həllinə uyğun yönəlik necə deyim, addımlar atırıq. Sizcə bunların hamısını bilmək nə üçün vacibdir? Yəni belə deyək, bir şəxs üçün bunların hamısını bilməyin əsas səbəbi ondan ibarətdir ki, açıq deyək, iş imkanlarının genişliyi. Məsələn, düşdüyümüz real vəziyyətdən çıxacağımız, baxım görüm, məsələn, hansı mənə daha uyğundur, mən hansından daha optimal, bizə lazım olan hal-hazırki vəziyyətdə optimal üsul axtarmaqdır. İstər developer olsun, istər data analitik olsun, ona lazım olan məlumatı çıxartmaqdır, optimal şəkildə rəhbərliyə təqdim etməkdir, bundan ibarətdir. Bunun vaxtında da belə deyim, yəni bizim qarşılaşdığımız кейsə uyğun olaraq da biz hansı tooldan istifadə edəcəyik, hansı mənə daha optimaldır. Məsələn deyirəm, milyon sətirlik məlumatı mən Excel-ə atmaqdansa, SQL-də mən onu SQL və yaxud digər belə deyim toollar, alətlər vasitəsilə mən daha onu optimal vəziyyətə gətirə bilərəm. SQL-də hər hansı bir sorğu yazaram, onu optimallaşdıraram, onu Excel-ə ataram, bu qaydada təmizləmə əməliyyatı apararam. Eyni zamanda
Power BI-yə və yaxud tabloya atıb vizuallaşdırma eləyə bilərəm. Yəni interaktiv reportlar hazırlaya bilərəm, hesabatlar. Sizcə bunu bilmək üstünlükdür, yoxsa vacibdir? Təbii ki, üstünlükdür, vacibiyyəti yoxdur, belə deyim. Yəni əksər qurum və təşkilatlarda, eyni zamanda bank sektorlarında məsələn bütün hamısına istifadə olunmur. Hər bir belə deyim, bank sektorudur, ondan sonra dövlət qurumlarıdır və yaxud digər təşkilatlardır müəyyən bir alətlərdən istifadə eləyir. Hansısa bir vakansiyaları yəqin ki, qarşınıza çıxıb görərsiniz ki, məsələn, hamısına istifadə olunur. Yəni şablon olaraq yazırlar. Bilməyin sənə üstünlükdür. Yəni düşdüyün vəziyyətdən rahat şəkildə çıxa biləsən, istifadə edəsən. Amma ki, belə deyək, məsələn, müəyyən hissəsini SQL və yaxud Excel-i bilmək sənə okeydir. Problem deyil. Yəni müəyyən sahədə iş tapmaq üçün həmin, yəni müəyyən sahə dediyim data analitik sahəsində iş tapıb müəyyən qədər bir junior səviyyəsində irəliləmək üçün. Yəni daha peşəkar olmaq üçün digər alətlərdən istifadə edirik. Hansı ki, saydığım Power BI-dir, Tableau-dur, R-dır, Python-dur bunlar. Yəni Excel-i bilmək kifayətdirmi, yoxsa daha da irəli getmək Excel-i lazımdır? bilmək kifayətdir. Yəni yeni başlanğıc üçün də belə deyim, elə bil ki, data analitikin əlifbasıdır Excel. Yəni girişidir. Sən birinci növbədə Excel-lə başlayırsan, müəyyən hesabatları aparsan, ondan sonra sənə lazım olan Excel müəyyən hissədə dayanır. Yəni səbəbi də nədir? Onu izah eləyim. Milyonluq məsələn məlumatı, datanı biz ora əlavə eləyəndə müəyyən qədər ləngimə olacaq. Yəni onu rahat şəkildə özünüz görəsiniz. Amma ki, digər alətləri bilmək bizim belə deyim də köməyimizə çox çatacaq. Yəni rahat şəkildə istədiyimiz əməliyyatları, filtrləri verib rahat şəkildə istifadə edə biləcəyik. Yəni Excel-i daha belə deyim, istifadə edəcəyimiz şəklə donmadan sala bilirik. Daha da. Nə düşünürsüz? SQL analitik üçün nə dərəcədə vacibdir və bir nümunə ilə izah etsəz yaxşı olardı? Belə deyim, açığı çox vacibdir. Yəni səbəbini də izah eləyim. Bayaq qeyd etdiyim kimi, məsələn, 1 milyonluq datanı siz SQL-də daha optimal şəkildə belə deyim, filtr verib, yəni müəyyən şərtlər altında məsələn, şərtlər verib məlumatı gətirə bilərsiniz. Nəinki siz Excel-də, yəni o məlumatı gətirəsiniz. SQL-də belə deyim, məlumat bazasından müəyyən sizə lazım olan məlumatları çəkmək üçün çəkən bir sorğu dilidir. Məsələn deyirəm, hər hansı bir şirkətin, məsələn, belə deyək, əmək haqqlarını götürürük. Məsələn, şirkətin əməkdaşlarını da bunlara müəyyən elə bil ki, faiz artımı hesablanacaq. Məsələn, müəyyən belə deyək, məsələn, yaşı deyirik ki, məsələn, 20-dən yuxarı olan gənc əməkdaşları həvəsləndirmək üçün müəyyən bir sorğu yazılır. Yəni maaş artımı olacaq bunlara. Həmin sorğunu biz yazırıq SQL-də, həmin nəticə bizə gəlir. Biz Excel-ə atırıq onu. Məsələn, müəyyən belə deyək, məlumat ola bilər 1000 olsun, istər 2000 olsun, fərqi yoxdur. Biz Excel-ə atdıq onu. Həmin Excel-də müəyyən tənzimləmə, yəni təmizləmələr eləyəndən sonra Power BI-yə atırıq, onu rəhbərliyə belə deyim. Hansı ki, bayaq qeyd elədim, Tableau və yaxud Power BI vasitəsilə Power BI elədi ki, data analitikin görəcəyin qarşı tərəfə göstərir. Necə? Bu da ki, interaktiv hesabatlarla, reportlarla, yəni kifayətlənir. Hansı ki, siz məsələn deyirəm, hər hansı bir belə deyək, mağaza satış eləyir. Baxırsınız ki, bunun rəqəmlərlə yox da təkcə, sırf qrafiklərlə daha necə deyim, olğun şəkildə görürsünüz onu. Yəni orada baxan kimi düşüncə yaranır ki, adam da bir növ artım müəyyən ayda bu qədərdir, hansı region daha çox satış eləyib. Bu qaydada rahat şəkildə görə bilirsiniz. Çox sağ olun, çox ətraflı izah edirsiniz. Siz sağ olun. Maraqlıdır mövzu da. Bəs Python necə? Onu sıfırdan öyrənmək istəyənlərə nə məsləhət görərdiniz? Belə deyim, Python-ı bəzi tələbələr də sual verir. Müəllim, çətindir bu hissəsi, məsələn, öyrənməyə hardan başlamaq lazımdır? Hansısa bir proqramlaşdırma dilini və yaxud hansısa bir aləti öyrənmək üçün, yəni mükəmməl olmağa ehtiyac yoxdur da. Gözləməyin ki, məsələn, bu yol başlamaq üçün hansısa bir dilə başlamaq üçün mükəmməl olun. Yəni onu gözləməyin birinci növbədə. Siz öyrənin, müəyyən belə deyim, vaxt çalışdıqdan sonra sahənizin belə deyim, peşəkarlarına çevirəsiniz. Python-da başlamaq üçün digər proqramlaşdırma dillərini öyrəndiyimiz kimi əsas anlayışlardan, hansı ki, dövrlərdir, şərtlərdir, bunlardan əsas anlayışdan, ilkin anlayışlarını öyrənirik. Ondan sonra müəyyən belə deyim, kodlar, yəni kiçik skriptlər yaza-yaza öyrənə bilər. Türklərin bir söz var, deyir, çalış əlləri içirət. Yəni əlləri içirətməsən sən nəticə qazanmayasan. Gözəl deyim. Power BI necə, nə düşünürsünüz? Nə üçün bu qədər məşhurdur və real layihələrdə necə istifadə olunur hal-hazırda? Power BI-ın məşhur olmağının həm çox maraqlı, belə deyim, alətdir. Yəni məşhur olmağının da səbəbi ondan ibarətdir ki, burada tək rəqəmlər deyil.
İstə qeyd elədiyim kimi interaktiv hesabatların hazırlanmaqdır, qrafiklərin hazırlanmaqdır. Məsələn deyirəm, hansısa bir mağaza satış eləyib bir ay ərzində, məsələn 1 il ərzindən götürürəm də. 1 il ərzində mən onu sizə məsələn rəqəmlə desəm, müəyyən qədər təsəvvür yaranacaq. Amma mən onu sizə qrafik şəklində və yaxud reportaj şəklində təqdim eləsəm, siz avtomatik görəcəksiniz ki, məsələn 1 ay ərzində bizim qazancımız bu qədər olub. Məsələn, hansı regionda daha çox qazanc əldə edib. Yəni qrafiklərlə, belə deyim, reportlarla daha aydın şəkildə görsənir. Yəni belə deyim bir növ data analitikin gördüyün qarşı tərəfə göstərir. Yəni sən konkret yəni məlumatın çıxan nəticənin mənasını başa düşürsən. Görüntü olaraq görmürsən. Mənasını başa düşürsən ki, burada hansı mən addım atmalıyam, hansı bir belə deyim strateji qərara qəbul etməliyəm. Bəli, aydındır. Komandaları çoxdur Bəli. SQL-ın. Yəni yalnız 3-4 komandadan ibarət deyil yəqin ki. Azərbaycanda data analitiklər üçün real əmək haqqı nə qədərdir? Yəni maaş diapazonu haqqında nə deyə bilərsiniz? Bu suallar əksər tələbələrin, yəni verdiyi suallarda konfidensial məsələlərdə açığı. Belə deyək, hal-hazırda data analitik olaraq fəaliyyətə başlamaq üçün əsas növbədə, birinci növbədə ilk ağlımıza gələn, yəni mənim nə qədər təcrübəm var, mən nələri bilirəm, yəni özümüzə məsələn atabəy olaraq işə girirəm, sual verirəm ki, mən nələri bilirəm. Yəni mənim nə qədər təcrübəm var, mən haralara müraciət edə bilərəm. İlkin yeni başlayanlar üçün az belə deyim, müəyyən qədər bilik, müəyyən qədər alətlərlə, yəni işləmə bacarığı, hardasa təxmini deyirəm, 700-1300 manat arası dəyişir. Yəni digər getdikcə hansı ki bizim alətlərlə işləmə bacarığımız artır, hansı qeyd elədim ki, SQL-dir, Power BI-dir, Tableau-dur, Python-dur. Bunları bilə-bilə, yəni öyrənə-öyrənə maaşımız elə bil ki 1300-dən 2500 arası middle səviyyədə dəyişir. Digərləri isə belə deyim, daha çox təcrübə, daha çox necə deyim, strateji qərarlar vermə bacarığı olan şəxslər üçün 3-5, 3500 və 5000 və 5000 plus dəyişir qiymətləri seniorlar üçün. Nə qədər çox bilsən, öyrənsən, daha çox portfolion artır, biliklərin və əmək haqqında artma. Eynən, sizin yəni qeyd elədiyiniz kimi dediniz, məsələn, bunların hamısını bilmək kifayətdir. Yəni tələbələrin də verdiyi suallardan biri odur. Məsələn, gəlir, sual verir ki, müəllim, mən Excel öyrənmişəm, SQL öyrənmişəm, mən Power BI və yaxud Tableau-nu, Python arı bilməyə nəyə ehtiyacım var ki, mən onsuz da iş tapa biləcəm də. Yəni nə qədər öyrənsək də belə bir söz var, nə qədər öyrənsək də yenə də azdır. Tembol da bu IT sahəsindən bağlıdır. Atən bəy, hal-hazırda remote freelance işlərə maraq daha çoxdur tələbələr tərəfindən işləyən şəxslər üçün. Nə düşünürsüz? Yəni remote işləmək istəyənlər üçün hansı bacarıqlar ön plandadır? Remote işləmək üçün belə deyim, dünya bazarında müəyyən necə deyim, iş imkanlarına yiyələnmək üçün ən əsası bu saydığımız alətlərin hamısını bilməliyik. Yəni vacibiyyətdir. Səbəb odur ki, ondan ibarətdir ki, düşdüyümüz real vəziyyətdən çıxa bilək. Yəni çıxmaq da belə deyim də, hansı ki siz qarşınıza çıxan müəyyən кейsi ən optimal variantda qiymətləndirəsiniz. Sizə təklif olunan, məsələn, rəhbərliyə qeyd olunan belə deyim, hansı tapşırıqdırsa, məsələn, həmin tapşırığı müəyyən qədər tez, rəhbərliyin ən çox xoşuna gələn hansı bir əməkdaşdır, belə deyək də, işi tez, optimal şəkildə yerinə yetirən bir əməkdaş. Yəni bunun üçün də sənin bilik və bacarıqları daha çox olmağı, səni qarşı tərəfə belə deyim, daha necə deyim, özgüvənli göstərir bir növ. Yəni bu əməkdaş daha yaxşıdır, yəni daha optimal qərarlar verib işi rahat bilir. Yəni eyni zamanda da belə deyək, həmin xarici bazarda işləmək üçün qeyd elədiyimiz alətləri bilməyimiz bizim üçün çox belə deyim xeyri var. Yəni öyrənməliyik, bilməliyik. Yəni əmək bazarında da belə deyək, bizim Azərbaycan daxili qiymətləri demirəm, xarici bazarda da təbii ki bizim qiymətlərin 2 qatına qalxır qiymətlər. Bütün proqramları, sistemləri öyrənməyin sənin üçün böyük bir imkanlar yaratmaq deməkdir. Həm remote iş üçün, həm freelance üçün, ölkəmizdə mövcud olan vakansiyalar üzrə. Eynən. Tələbə var, belə deyim, məsələn, bu gəlir müəyyən alətləri öyrənir. Yəni ondan kifayətlənmir. İnsanın necə deyim, həqiqətən data analitik olaraq marağı daha çoxdur. Öyrəndiklərin necə deyim, daha dərinə gedir, təkmilləşdirir. Yəni bir neçə tələbə var, məsələn, bir neçə taskla kifayətlənir, elə yox. Amma daha çox necə deyim, çalışan, daha çox səy göstərən tələbənin nəticəsi də uğuru da çox gözəl olur həqiqətən. Bəli, daha çox vəzifəni daha da irəli getmək üçün böyük bir imkanlar yaradır. Çox bilik, çox imkan deməkdir. Təbii ki. Portfolio bəs necə? Niyə bu qədər
qədər vacibdir və necə qurulmalıdır ümumiyyətlə? Birinci növbədə belə deyək, portfolio bizim bir növ vizit kartımızdır. Qarşımızdakı bizim necə deyim, özümüzü təqdim etmə şəklimizdir. Artıq hansısa bir belə deyim, bizim CV-mizə baxan şəxs bizim hansı bacarıqlara yiyələndiyimizi, hansı layihələrdə iştirak elədiyimizi, hansı layihələrdə hansı alətlərdən istifadə elədiyimizi görür. Yəni bir portfolionu da hazırlayanda ən azı da olsa kiçik bir layihələri qeyd etmək lazımdır. Hansı layihədə həmin layihənin nəticəsi, qeyd olunan, yəni istifadə olunan bütün alətlər, hər bir şeyi ən xırdalığına qədər, detalına qədər olmalıdır. Eyni zamanda, yəni çox da necə deyim, açıq şəkildə, çox uzun olmamalıdır ki, qarşı tərəfdəkini rahat başa düşən şəkildə, yəni qane etsin ki, bu məsələn əməkdaş bunları bilir, yəni işlədiyi real layihələr hansılardır, gətirilən nəticələr nədir, hansı alətlərdən daha yaxşı istifadə edir, daha yaxşı bilir. Sizcə tələbələrimizin hazırda etdiyi ən böyük səhvlər nədir? Ən çox verilən suallardan biridir. Səbəbi də odur ki, tələbələrimiz belə deyim, birinci növbədə qorxmaqlardır. Yəni qeyd elədiyim kimi, nəyisə başlamaq üçün gözləməyin ki, mükəmməl olasınız. Addım atmalısınız. Eynən, yəni bir addım atanda qorxmayın. Yəni davamı gələcək. O bir söz var, deyirlər ki, necə deyim, tələbə başqası uğur qazanır. Yəni bu sahəyə başlayanların hamısı eyni yerdən, eyni səviyyədən başlayanlardır. Onları bizdən fərqləndirən belə deyim, çalışqanlıqlardır. Yəni əzmkarlıqlardır. Tələbələr məsələn hansısa bir belə deyim sual yaranır, o fərqi yoxdur. Tələbələr də məsələn dönə-dönə deyirəm hər birinə ki, sual yarandı, çəkinmə, qorxma sualdan. Yəni və yaxud error çıxdı, sən o errora necə deyim, ilişib qalmadan, yox mən edə bilməyəcəm, mən yaza bilməyəcəm, axtar, araşdır. Axırda elə bil ki, o sənə nəticəni verəcək. Sən o nəticəni tapasan. Məsələ odur ki, tələbələrdə qorxaqlıq var birinci növbədə. Cəhd eləmirlər. Yəni çalışırlar ki, riskə getməsinlər. Yəni riskə getsən, öyrən, risk elə, nəticəni öyrənəsən, həqiqətən çıxan, necə deyim, baş verən prosesi biləsən. Yəni daha çox cəhd elə, araşdır və öyrənməkdir. Sizcə xaricdə işləmək üçün hansı sertifikat və ya təcrübə vacibdir? Belə deyim, sertifikatı bir kənara qoyuram, amma ki, real iş təcrübəsi hər şeydən daha çox önəmlidir də. Yəni real iş təcrübəsinin işləyə-işləyə, öyrənə-öyrənə beynəlxalq sertifikatı əldə etmək daha yaxşıdır. Nəinki belə deyim, nəzəri öyrənib gedib sertifikatını almaqla da. Aydındır. Hal-hazırda hər kəs süni intellektdən danışır. Sizcə süni intellekt datanı əvəz edəcəkmi? Son vaxtlar hər kəsin maraqlandığı bir mövzudur. Eynən. Belə deyim, qısaca yox. Yəni səbəbini də deyim. Səbəbi ondan ibarətdir ki, süni intellekt data analitiklərin birəbir işini görməyəcək. Ola bilər, yəni belə deyim, data analitiklərin işini sürətləndirəcək, effektiv eləyəcək, amma onu görməyəcək. Məsələ də ondan ibarətdir ki, çıxan məlumatların, yəni anlaşılması, yəni belə deyim də, düşüncə tərzindən gedir söhbət. Yəni məlumatları anlamaq, qərara qəbul etmək, strateji, necə deyim, addımlar atmaq, hansı ki, bu insana aid olan işlərdir. Yəni süni intellekt onu bəlkə də ola bilər nə vaxtsa olar, görər, amma ki, hal-hazırki zamanda xeyr. Yəni insan resurslarının müdaxiləsi vacibdir. Bəli, təbii ki. Sırf insana aid olan işlərdə olar. Hansı ki, necə deyim, düşünmə bacarığı süni intellektdə yoxdur. Təşəkkür. Atabəy, sizcə tələbələrin ən çox etdiyi səhvlər nələrdir? Tələbələrin ən çox etdiyi səhvlərdən biri ondan ibarətdir ki, nəzəriyyə ilə kifayətlənirlər. Praktikaya o qədər, necə deyim, önəm vermirlər deməyim, qorxurlar. Müəyyən məsələn çıxan errorlar, onlara gələn səhv nəticələr onları bir növ həvəsdən salır. Deyirlər məsələn nəzəriyyə öyrənməklə mən kifayətlənəcəm. Xeyr. Yəni əgər ikinci bir məsələdə ondan ibarətdir ki, mənasını başa düşmədən, necə, yəni tam analiz eləmədən digər alətləri öyrənmək istəyirlər. Məsələn Excel-i öyrənir. Demirəm Excel-in dərinliyinin hər bir hissəsini bilməsən. Xeyr, təbii ki, bizə lazım olan data analitik səviyyədə istifadə edəcəyimiz Excel nə qədər bizə tələbatı varsa, yəni tələb etdiyi nələrsə biz onları öyrənməliyik. Tələbə müəyyən qədər öyrənir. Məsələn, deyirəm 50% bunu öyrənmək. Tələbə 35%-ni öyrənir, keçir SQL öyrənmək istəyir və yaxud tablonu və yaxud digər alətləri öyrənmək istəyir də. Məsələ budur. İkinci bir məsələdə risk eləməkdən qorxurlar. Birinci növbədə nəzəriyyə ilə kifayətlənirlər. İkinci qorxurlar, üçüncü də ki, mənasını necə deyim, tam anlamırlar. Bilmirəm, başa düşmək istəmirlər, yoxsa
Bu qorxudanmı baş verir? Yəni bunlar da əsas elədiklər. Yəni risk elə, nəticən səhv çıxsın, sən onda öyrənəsən. Səhv etmədən belə deyim, heç kəs öyrənmir. Bəli, çalışdıqca daha Eynən. çox praktika etdikcə daha çox nəticələr, yaxşı nəticələr əldə edəcəklər. Nə düşünürsüz? 5 il sonra data analitikanı harda görürsüz, necə görürsüz? Belə deyək, yəni verdiyi sualdan 5 il, hal-hazırki vəziyyətdən 5 il əvvələ gedək. Tamam. Yəni keçmişə gedək. Yəni Buyurun. baxırdıq ki, məsələn bu qədər data yoxdur, bu qədər, yəni texnologiya bu qədər inkişaf eləməmişdi. Məsələn data analitiklərə bu qədər tələbat yox idi. Yəni indiki haldan 5 il sonra da indiki vəziyyətimizin necə deyim, müsbətinə doğru yönəlir. Hansı ki, data analitiklər hal-hazırda məsələn müəyyən sektorlarda 5-10 nəfər data analitik ehtiyaclısa işləyirsə, hal-hazırki 5 ildən sonra yəni bu 50-100 və ya daha artığına cəlb çıxa bilər. Bəli, yəni tələbat olacaq. Eynən, tələbat təbii ki, olacaq. Yəni dediyim kimi data məlumat yaranır, data artır. Bu datalarda analiz edən, necə deyim, nəzarət edən, düşünmə bacarığı olan şəxslərə ehtiyac var. Bəs yeni başlayan gəncə nə demək istəyərdiniz, nə tövsiyə verərdiniz? Yeni başlayan gənclərə ilk öncə onu demək istəyirəm ki, maraqlarını izləsinlər. Fərqi yoxdur, developer olaraq və yaxud hər hansı bir sahədə. Eyni zamanda data analitik üzrə yönəlmək istəyirlərsə, yəni sırf datalarından yox, öz şəxsi inkişaflarını analiz eləsinlər. Mən nəyi öyrənirəm, nəyə marağım var, nəyi daha yaxşı edə bilərəm, məndə hansı, belə deyim, alətlərlə işləmək daha mənə həvəs verir. Tələbə var ki, məsələn deyirəm, data analitikaya gəlir, öyrənir, baxır ki, 5 alətin 5-ini də bilir. Buna məsələn SQL-lə və yaxud Power BI ilə işləmək daha çox zövqü verir. Yəni işləmək üçün bir yerdən bir addım atmaq üçün mükəmməl olmağı gözləməyin. Addım atın, yəni davam gələcək. Çalışanlarla, peşəkar olanlarla sizin fərqiniz, bizim fərqimiz, sizin fərqiniz ondan ibarətdir ki, davam eləyirlər, dayanmırlar. Bəli, yəni sadaladığınız bütün proqramları öyrənmələri daha yaxşıdır, daha bir yaxşı inkişafa aparır. Nə düşünürsüz? Data analitika hər kəs üçündür, ümumiyyətlə, yoxsa müəyyən bir düşüncə tərzi tələb edir? Təbii ki, müraciət edənlər, məsələn, data analitika üzrə müraciət edənlər içərisində ixtisas və yaxud hansısa bir ayrı seçkilik salınmır. Yəni buna məsələn deyirəm, Azərbaycan dili ədəbiyyat müəllimi də gəlib müraciət edə bilər. Yəni məsələ bilirsiniz nədən ibarətdir? Hər kəsə açıqdır. Yəni bu sahə, yəni limit qoyulmayıb. Sadəcə burada lazım olan düşüncə tərzidir. Məsələn, mənanı anlamaqdır, verilən dataları analiz etməkdir və həmin datadan müəyyən necə deyim, strateji qərarlar çıxartmaqdır, yoxlamaqdır, bir-bir hamısını necə deyim, test eləməkdir. Bunlardan ibarətdir. Hətta biz bilirik ki, universitetlərdə belə bu imkanlar yaradılır data analitikanın öyrənilməsi üçün və bizim Dataclone Akademiyada bu bütün proqramlara yön verir və yol göstərir. Bəli. Hər kəs başlaya bilər düşünürsünüz. Rahat şəkildə, yəni hər bir kəs müraciət edə bilər. İxtisasından, necə deyim, o bir söz var, oxumağın yaşı yoxdur deyirlər. Peşə və ixtisasdan asılı olmayaraq. Hansı peşə və yaxud ixtisasdan, yaşdan asılı olmayaraq, yəni müraciət edib, necə deyim, öyrənə bilərlər rahat şəkildə. Əsas istək başlamaq və cəhd etməkdir. Əziz izləyicilər, podkastımızın sonuna gəldik. Videomuzu faydalı hesab edirsinizsə, bəyənməyi, abunə olmağı və paylaşmağı unutmayın. Görüşərik.